Asiya və Avropanı dəmir yolu vasitəsilə birləşdirmək məqsədi güdən Marmaray layihəsi İstanbulun nəqliyyat sisteminin canlandırılmasına xidmət etməlidir. Lakin tarix inkişafa mane olur. Fəhlələr işləyən zaman Bizans zamanından liman şəhəri aşkar edilmişdir. İstanbulun mərkəzində arxeoloqlar bütün gün qədim liman şəhərində qazıntı işləri aparır. Bura şəhərin yeni nəqliyyat şəbəkəsinin mərkəzi olmalı idi. Lakin indi arxeoloji qazıntıların getdiyi böyük bir meydana çevrilmişdir. Minlərlə saxsı qablarla yanaşı, burada tarixi 1000 il bundan əvvələ gedən batmış gəmilərin qalıqları var. Zeynəb Qızıltan İstanbulda arxeologiya muzeylərinin direktorudur. Arxeoloji qazıntılara da o rəhbərlik edir. 4-cü yüzyılda qurulmuş. Liman şəhəri 4-cü əsrdə salınıb və 11-ci əsrə qədər buradan istifadə edilib. Buraya gələn gəmilər şəhərə ərzaq gətirirdilər. Xüsusilə də Misirdən buğda ilə dolu gəmilər buraya gəlib lövbər salırdı. Biz indi bunu beynəlxalq liman adlandırırıq, deyə o bildirir. Gəmilərin üzərindən torpaq təmizləndikdən sonra onlar saxlanmaq üçün ölkənin arxeologiya muzeylərinə göndərilir. Lakin bu tapıntılara baxmayaraq arxeoloqlar deyir ki, vaxt onların xeyrinə işləmir. Qazıntı işləri dünyada ən böyük inşaat layihəsini ləngidir. Burada qazıntıları qutarıb, sahəni tikintinin davam etdirilməsi üçün tərk etməliyik. Biz qazıntı işlərini inşaatçılar arxamızda durub bizi gözləyən zaman aparırıq, deyə o bildirir. Arxeoloji qazıntıların aparıldığı sahədən bir qədər aralıda İstanbulun 2 hissəsini birləşdirib, şəhərin nəqliyyat sistemini yüngülləşdirəcək Bosfordan keçən tunelin salınması ilə bağlı işlər davam edir. Qədim liman şəhərinin tapılması inşaatçıların işini saxlayır. Həsən Gökdərə layihənin baş mühəndisidir. Bizim layihəni başa çatdırmaq üçün vaxtımız təxminən 3 il uzanacaq. Lakin bu əslində problem deyil. Biz öz tariximizi də öyrənirik. Qiymətimiz artacaq. Bu layihəni 100 ildir gözləmişik. Buna görə də daha 3 il gözləyə bilərik, deyə o bildirir. Bosforun 50 metr dərinliyində fəhlələr arxeologiya naminə itirilən vaxtı qazanmağa çalışır. Tunelin inşası başa çatanda qatarlar gündə 1 milyon insanı şəhərin hər yerinə çatdıracaq. Ləngimə 50 metr aşağıda da hiss olunur. Tunelin inşası dünyada ən məşğul su hövzəsi olan Bosfordan istifadənin məhdudlaşdırılmasını tələb edir. Gecikən gəmilər arasında Avrasiyadan nefti dünya bazarlarına daşıyan tankerlər də var. Arxeoloq Kaan Özdemir deyir ki, hamı təzyiq altındadır. Vaxt baxımından təzyiq hiss edirik. Tunelin inşası dövlət layihəsidir və burada böyük maliyyədən söhbət gedir. Mədəniyyət Nazirliyinin də qazıntılara görə böyük xərcləri olub, deyə o bildirir. Baş arxeoloq Qızıltan deyir ki, hökumət arxeoloqlara istənilən qədər vaxt verib. Vaşinqtondan Dilşad Əliyarlı, Amerikanın səsi.